sənəd dağı AI üçün sadəcə işdir. Claude Code ətrafında formalaşan yeni yanaşma göstərir ki, süni intellekt artıq təkcə kod yazmaqla kifayətlənmir. İndi böyük sənəd yığınlarını oxumaq, əsas məlumatları çıxarmaq və nəticəni strukturlaşdırılmış formada təqdim etmək daha real görünür. Bir vaxtlar saatlarla vaxt alan işlər indi bir kafe içənə qədər bitsin rejiminə yaxınlaşır. Anthropic'in rəsmi materiallarında Claude'un fayllarla işləyə, sənədlər yarada və statlarla daha yoxlanıla bilən cavablar verə bildiyi qeyd olunur. Claude Code isə skills və subagent yanaşması ilə daha mürəkkəb araşdırma tapşırıqlarını hissələrə bölərək idarə edə bilir. Yəni sistem sadəcə cavab vermir, mövzunu daş-daş söküb sonra yenidən yığır. Bu cür imkanlar xüsusilə tələbələr, analitiklər, marketoloqlar və çox sənədlə işləyən komandalar üçün maraqlıdır. Çünki söhbət təkcə sürətdən yox, həm də məlumatı mənbə ilə təqdim etməkdən gedir. Bəs səncə AI ilə hazırlanmış belə hesabatlar gələcəyin standartı olacaq, yoxsa insan nəzarəti hələ uzun müddət əsas söz sahibi qalacaq?